Salam dostlar, dərslərimiz davam edir. Keçən dərsimizdə biz OOP haqqında ümumi məlumatlar verdik və obyekt yönlü proqramlaşdırma dilinin əsas məğzini başa saldıq. Və bu bölümdə bildiyiniz kimi ancaq OOP haqqında məlumatlar olacaq və burada OOP haqqında məlumatları verəndə mən burada application'ın bu mobil hissəsindən istifadə eləməyəcəm. Əsas mənə lazım olan hissə isə locate olacaq ki, mütəmadi olaraq bunlardan istifadə edəcəyik və buradakı məlumatları da burada çap edib run edəcəyik və burada ekranda göstərəcəyik. İlk olaraq məlumat vermək istəyərdim ki, klassların əsas məqsədi obyektin şablonudur. Yəni klasslar nə qədər klass yaransa da bunun heç bir əhəmiyyəti yoxdur. Bu klassı istifadə etmək üçün biz bunun obyektini yaratmalıyıq. Və həmin obyekti yaratdıqdan sonra isə içərisindəki dəyişənlərə, dəyərlərə, funksiyalara istifadə edə biləcəyik. Yəni onlardan rahatçılıqla istifadə edəcəyik. İlk öncə bildirmək istəyərdim ki, baxın, avtomobil adında tutalım ki, bizim bir application'ımız var və içərisində də bir klass yaradırıq. Həmin klassın içərisində rəng, sürəti, start, stop və digər əməliyyatlar icra edilir və həmin klass ayrılıqda heç bir əhəmiyyət daşımır. Həmin klassı işə salmaq üçün onun obyektini yaratmalıyıq. Bunu praktik olaraq göstərək. Məsələn, tutalım ki, burada bir yeni klass yaradıram, car klassı və içərisində də mənə lazım olan dəyişənləri tanıdıram. Var, color yazırıq burada. Bu şəkildə edək. Var, age. Və həmin bu klassı nə qədər yaratsam da heç bir əhəmiyyət daşımır. Mən bu klassı istifadə etmək üçün main activity-də gəlirəm. Bu klassın obyektini yaradıram. Var, my car klassını çağırıram və mötərizəmi açıram. Artıq mən həmin klassın obyektini yaratmış oluram. My car yazaraq burada onun rəngini təyin edə bilərəm. Və my car yazaraq burada onun ilini təyin edə bilərəm ki, tutalım ki, olsun 2025. Və bunu çapa verdikdə my car olur. Və printline my car page. Baxın dostlar, mən indi bunu rahatçılıqla çapa verib ekranda buradakı məlumatları görmüş olacağım. Gördüyünüz kimi qara və 2025. Buradakı məlumatlar dostlar, belə bir məsələ ola bilər ki, bizə belə bir sual əmələ gələr ki, məsələn, mən burada age'i unutdum. Burada yazmamışam bunun dəyərini. Artıq bunu yenə də run eləsəm, görəcək ki, burada mənə age'in yerində null olaraq geri qaytar. Bu da düzgün bir fikir deyil. Yəni bunu bu cür etmək doğru deyil. Biz bunları qarşısını almaq üçün artıq buradakı biz car'ın içərisində bu car'ın obyektini yaradanda, car klassının obyektini yaradanda deyirik ki, burada içərisində verilən dəyəri tələb edək. Bunu tələb etmək üçün artıq biz burada bunun konstruktorlarını yaratmalıyıq ki, həmin bu klass yaranan zaman artıq onun içərisində tələb olunsun. Bildiyiniz kimi konstruktorların iki dənə növü var. Primary konstruktorlar və secondary konstruktorlar. Bunların bir-birlərindən fərqi ondan ibarətdir ki, məsələn, tutalım ki, mən əsas istifadə etdiyim primary konstruktordur. Yəni, əgər mənə əlavə ver funksiya, əlavə ver, məsələn, tutalım ki, dəyişən tanıtmaq və onu tələb etmək lazım olduqda, mən secondary konstruktordan istifadə edə bilərəm. Həmçinin də init adında bir metod da var ki, bunu da konstruktorlar kimi istifadə edirik. Init də, məsələn, həmin bu klassın obyekti yaradılanda içərisində ilk çağırılacaq funksiyalardan biridir. Məsələn, tutalım ki, mən belə bir şeylə konstruktorlarla bağlı tutalım ki, yazıram. Və burada qeyd edək ki, my color string tipində olsun və my age olsun int. Və bunun bəzəli mötərizəsini açıram. This yazıram və burada age. Baxın dostlar, biz this haqqında dedik ki, məlumatlar verdik ki, bu this kontekstdə bizə özündən yuxarıda olan klasa referans verir. Bax, bunun əsas buradakı biz this bu klasa referans verir. Və həmin klasa referans verdiyinə görə onun içərisindəki age'e çata bilir. Və həmin age'i də mən burada, məsələn, tanıdıram ki, my age və burada ikinci olaraq this qeyd edirəm. Yenə də yuxarı referans verirəm və içərisində yazıram my color. Burada bir məsələ var ki, dostlar.
Biz secondary konstruktorlar tanıdığında adətən buradakı yazı ilə buradakı yazını bir tuturuq. Yəni bizim üçün bu daha rahat. Mən sadəcə sizlərin başa düşülməsi üçün bundan istifadə edirəm ki, buradakı dəyişənlə heç bir əlaqəsi yoxdur. Mən burada bir-birlərinin əlaqəsini qurmağımı sadəcə burada edirəm. Yəni artıq buradakı dəyəri mənə burada tanıtsın. Və buradakı dəyəri də mən obyektini yaradanda burada bax göründüyü kimi burada mənə çağırsın. Artıq burada mənim birinci olaraq məsələn yazıram A və ikinci olaraq da qeyd edirəm tutalım ki 2020. Artıq burada mənim heç bir dəyər yadımdan çıxa bilməz. Mən bunları çapa versəm, göründüyü kimi burada məndə rahatçılıqla buradakı məlumatlar çapa veriləcəkdir. Mənə deməli burada artıq null dəyəri ala bilmirəm. Burada null dəyəri almaq dostlar, belə bir məsələ ola bilər ki, biz məsələn tutalım ki, car klassında hər hansı bir dəyişən yaratmışıq və həmin dəyişəni burada üzərində əməliyyat aparırıq ki, tutalım ki, belə bir məsələ eləyib sizlər üçün də rahat olsun. Məsələn var A yazıram, elementar belə bir şey olsun. Və bunu da null kimi. Bunu sadəcə primitiv olaraq misal kimi yazıram. Sizlər daha yaxşı başa düşəsiniz. Və burada my car yazaq, içərisində A dəyərini tanıdıram və burada məsələn tutalım ki edirəm. Bunu tanıtmayaq, belə bir şeydir. Print line edirəm. My car A vuraq biçib. Baxın dostlar, burada mən bunu edəndə burada mənə error verir. Error vermənin səbəbi nədir? Bildirir ki, mən digər car klassının içərisində həmin dəyişəni null kimi tanıtmışam. Mən bunu 2-yə vura bilmərəm. Məsələn, ola bilər ki, bunu biz developerin ümidinə saxlaya bilmərik. O böyük applicationlar yazılanda hərdən bu cür xətalar, bu cür problemlər olur. Bu çox vaxt, məsələn, biz 2 dənə nida işarəsi yazırıq və bildiririk ki, yox, buradakı dəyişən həqiqətən də içərisində dəyər var. Mən bu şəkildə etdikdə mənim burada yazdığım proqram çökəcəkdir. Baxın, mən bunu run eləsəm, mənim application'ım artıq çökdü. Bunu bu cür etmək doğru deyil. Ona görə də, məsələn, biz bu cür hallarda adətən smartcast'dan istifadə edirdik. Null xətalarının qarşısını almaq üçün müxtəlif metodlar var idi ki, null safety var idi, smartcast var idi və burada onlardan biz istifadə edərək buradakı, məsələn, içərisindəki dəyəri yoxluyorduk. Məsələn, my car yazım və içərisində A yazıram, burada yazıram null-a bərabər deyil və bunun içərisində artıq bu əməliyyatı icra edirəm. Baxın dostlar, mən bunu bu cür şəkildə etdikdə mənim proqramım çökməyəcək. Else verirəm. Tutalım ki, burada da qeyd edirəm, print line verirəm ki, rəqəm düzgün deyildir. Bunları mən düzdür, keçmişəm. Sadəcə təkrar olaraq bəzən müəyyən dərslikləri o dərsliklərin içərisində salıram ki, sizlər də bunları müəyyən mövzuları xatırlayasınız. Çünki sabahlarım biz böyük applicationlar yazmağa başlayanda bunlardan mütəmadi olaraq istifadə edəcəyik. Ona görə də bunları mən indidən təkrar elətdirirəm ki, sizlər də daha rahat öyrənəsiniz. Artıq bunu mən run eləyirəm, proqramı run eləyirəm. Proqramı run etdikdə burada mənə artıq heç bir problem göstərmir. Bax, gördüyünüz kimi applicationımız işləyir və buradakı proqramdakı burada çapa verəndə göstərir. Rəqəm düzgün deyildir. Rəqəm düzgün deyildir artıq buradakı. Mən əgər məsələn tutalım ki, burada qeyd eləsəm ki, my car A bərabərdir tutalım ki 25. Artıq bunu run eləsəm, buradakı mənim məlumatım çapa verir. Yəni ilk olaraq buradakı demək olar print line çapa veriləcək. Və göründüyü kimi 50 artıq burada ekranda göstərildi. Bunları mütəmadi olaraq özünüz də təkrarlayın, dərslərə təkrar baxın. Yəni bunları baxdıqca həm işləyin, həm də əliniz öyrəşsin ki, artıq böyük bir applicationlara keçəndə artıq mən sizə istərdim ki, məsələn, application haqqında məlumatları verəcəm. Onu ilk olaraq özünüzün yazmağını istəyəcəm. Yəni bunları öyrənərək həmin applicationlara keçəcəyik. Yəni bunları etsəniz, daimi öyrənsəniz, artıq həm iri proqramlara keçəndə özünüz də rahat olaraq işləyəcəksiniz. İndi belə bir sual əmələ gələ bilər ki, məsələn, mən burada ağ rəng vermişəm, my color-u ağ rəng vermişəm. Mən istəyirəm ki, buradakı məsələn bunun my car yazıram, color qeyd edirəm və içərisindəki rəngi dəyişirəm, eləyirəm qırmızı. Və bunu run eləyirəm. Artıq bax göründüyü kimi burada mənim ağ rəngim yox, qırmızı rəng gəlir. Bu dostlar, bəzən bizim üçün düzgün olur, bəzən ehtiyac olur,
Bəzən isə ehtiyac olmur. Çünki məsələn tutalım ki, mən elə bir dəyər vermişəm ki, istəmirəm heç bir yerdə dəyişilsin. Yəni bunu artıq bu cür açıq etmək, bu dəyişəni məsələn əlçatan etmək həmişə doğru deyil. Buna görə də bizə artıq OEP-nin içərisində olan encapsulation köməklik göstərəcək ki, biz həmin bu dəyəri kapsüllə edəcəyik. Yəni ona toxunulmazlıq verəcəyik ki, artıq bundan istifadə edə bilməsin. Bununla bağlı da gələn dərsimizdə keçəcəyik. Encapsulation nədir və necə istifadə olunur? Dərsimizi bəyəndinizsə, kanala abunə olun, like edin və dostlarınızla kanalı paylaşın. Kanalda abunə sayı çox azdır. Yəni mənim istəyim ondan ibarətdir ki, sizlər də yəni belə deyək ki, bu dərsliklərdən bəhrələnəsiniz və öz dostlarınızla paylaşasınız. Həmçinin də mənə də xoş olar ki, kanalda abunəçi sayı çoxalsın, baxım çoxalsın və bundan da mən motivasiya alım. Bugünkü dərsimiz bu qədər. Gələn dərs görüşənədək. Sağ olun.